Bismillahirrahmanirrahim. Dövrümüzdə geniş vüsət almış estetik əməliyyatların hökmü barədə çoxlu suallar verilir. Estetik əməliyyatlar Uca Allahın yaradılışını dəyişdirmək hesab olunur. Uca Allah Quran-ı Kərimdə Ən-Nisa surəsinin 118-119-cu ayələrində buyurur: La'anahullah və qala la'attakhizanna min ibadika nasiban mafruda və la'udillannahum və la'umanniyannahum və la'amurannahum falyubattikunna āzānal an'ām və la'amurannahum falayughayyirunna khalqallah və men yettehidiş-şeytāne veliyyen min dūnillahi faqad khasira khusrānan mubīnā. Allah şeytanı lənətlədi. O isə dedi: Mən sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam. Onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm. Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır. Ola bilsin ki, adam misal üçün qəza keçirib və üzü yaxud bədəninin hər hansı bir hissəsi dəhşətli bir hala düşüb. Bu zaman müəyyən əməliyyatların keçirilməsində bir qəbahət yoxdur. Yaxud tutaq ki, adam rahat nəfəs ala bilmir, burnunda çəpər əyriliyi var və ya sınıq var. Rahat nəfəs ala bilmədiyi üçün də baş ağrıları olur. Bu zaman həmin əyriliyi əməliyyat vasitəsilə aradan qaldıra bilər. Yəni, müalicə məqsədi ilə hər hansı bir əməliyyatın keçirilməsində problem yoxdur. O ki qaldı, gözəlləşmək məqsədi ilə əməliyyatların həyata keçirilməsinə, ora dolğu, bura dolğu, oranı dikləşdir, buranı yığışdır, bütün bunlar şeytana uymaq və Uca Allahın yaradılışını dəyişdirmək sayılır və bunu etmək icazəli deyil. Bunu həyata keçirən həkimlər də böyük bir günahın altına girmiş olurlar. Odur ki, bu tip əməliyyatları həm edənlər, həm də etdirənlər qoy Allahdan qorxsunlar və bilsinlər ki, buna görə Uca Allahın qarşısında cavab verməli olacaqlar. Vəlhamdülillahi Rabbil aləmin.